15-ci səhifədən davam edib bizə bu formada ədədi sadə qruplara ayırmanın yollarını göstərir. Normal qaydada sadə qruplara ayıraq 56-nı. Daha sonra bu formada, açıq formadan yığcam formaya yığaq. 56-nı sadə qruplarına ayıraq. 7 dəfə 8-in 56 edir. 56-nı 7-yə bölürəm. Və 8-i. 7 dəfə 8-in 56. 7 özü sadədədir, yəni heç bir şey bölünmür. 7-yə və 1-ə bölünür. 7 olaraq saxlayıram. 8-i nəyə bölürəm? 2 dəfə 4-ün 8 edir. 2-yə və 4-ü ayırdı. 4-ü necə alaram? 2 vurulsun 2-dən. Artıq dayandı, bitdi. Məndə nə verilib? 2-lər və 7. 2 neçə dənədir? 1, 2, 3 dənə. Yəni 2 üstü 3 vurulsun 7. Bu oldu bizim 56-nın yığcam formada, 55 formada sadə bölüklərinə ayrılıb yığcam formada yazılışı. 80-ə baxaq. 80. 80-i necə alarıq? 8-i 10-u vurarıq. 8-i necə alarım? 2-ni 4-ə vurarıq. 4-ü necə alarım? 2-ni 2-yə vurarıq. Formada ayırdı. 10-a baxaq. 10-u 5 vurulsun 2-dən alayım. İndi sadə bölüklərin sayına baxın. Neçədən 2 var? 2-lər və 5-lər var. Sadə ədədləri yazmalıyıq da sadəcə. 2 vurulsun 5. 5-dən 1 dənədir. Üstünə heç nə yazmağa ehtiyac yoxdur. 2-dən isə 1, 2, 3 və 4 dənə. Formada yazılır. Bu isə 80. 88. 88-i necə alarıq? 11 vurulsun 8. 11 özü sadədədir. Yalnız özünə və 1-ə bölünür. 8 isə 4 vurulsun 2. 4-ü necə alaram? 2 vurulsun 2-ni. Formada ayırdı. İndi sadə ədədləri yazıram. Sadə ədədlər nədir? 2-lər və 11-lər. 11, 1 dənədir. 1 dənə yazırıq. Vurulsun 2. 2-dən 1, 2, 3 dənədir. 3 dənə yazacağım. Bu oldu 88-in sadə bölükləri. 170. 17 vurulsun 10 formasında yaza bilərəm. 17 özü sadə ədəddir. 17 yalnız özünə və 1-ə bölünür. 17 formasında da qalır. 10-u isə 2 ilə 5-in hansı formasında yaza bilərəm. İndi burada da bitir artıq. Çünki hər ikisi sadə ədəddir. Dayanıram. 170-in sadə bölükləri nə olacaq? 17 1 dənədir. 1 dənə yazacağıq. 17 vurulsun 2 vurulsun 5. Hərəsindən bir ədəddir. Üzərində heç nə yazmağa ehtiyac yoxdur. 150-ni sadə bölüklərə ayıraq. 150-ni 15 vurulsun 10 kimi yazacağım. 15'i 10'a vuranda 150'dir. 10'u sadə bölüklərinə ayıram. 2 vurulsun 5. 15'i sadə bölüklərinə ayıracağım. 3'ü 5'e vursam 15 eləyər. Ədədləri yazacağım. 2 vurulsun 3 vurulsun 5. 2-dən 1 dənədir. 3-dən 1 dənədir. 5-dən isə 2 dənə. Yuxarısına 2 yazılır. 280'a baxaq. 280 sadə bölüklərinə ayıracağım. 28 vurulsun 10 kimi yazacağım. 28 vurulsun 10. 28'i 2 vurulsun 14 kimi. 14'ü ise 2 vurulsun 7 kimi. Burada bir 10'umuz kalmıştı. 10'u ise 2 vurulsun 5 formasında yazacağım. 2'nin 5. İndi ədədləri, sadə ədədləri düzək. 2, 5, 7. 2'yi vurulsun 5 vurulsun 7. 5'ten 1 dənədir, 7'den 1 dənədir, 2'den ise 1, 2, 3 dənədir. Yazırım yuxarısına 3. Daha sonra 225 ədədini ayıraq. 225. 225 sadə bölüklərini ayırıram. 5'e bölərəm məsələn ən sadə yolunu rahatdan geçsək. 225'i 5 vurulsun. 225'i 5'e bölündə neçə düşəcək? 20-cində 4 dəfə. 25-cində 5 dəfə. Eləyər 45. Bir sadə ədəddir. Sadə ədədi normal formada olduğu kimi saxlayacağım. 45'i sadə bölüklərinə ayıracağım. 45'i necə yazarım? 5 vurulsun 9 formasında. 5 sadə ədəddir. 9'u 3 vurulsun 3 kimi yazarım. Sadə ədədlərdən nə alındı? 3 vurulsun 5. 3'dən neçə ədəddir? 2 dənə. 5'dən neçə dənədir? 2 dənə. Üstlərinə 2'ni yazdım.
Baxaq 300-ə. 300-ü 30 vurulsun 10 formasında yazıram. 30, 10. 30'u bölürəm. 2 vurulsun 15 formasında yazırım. 15 ise 3 vurulsun 5 formasında. 10 ise 2 vurulsun 5 formasında yazdım. Ədədlərimi düzürəm. 2 vurulsun 3 vurulsun 5. 2'dən 1, 2. 2 ədəddir. 3'ten 1 ədəddir. 5'ten ise 2 dənədir. Bu formada oldu. 400'ü de yazaq sonuncu. 400'ün nə formasında yazıram? 10 vurulsun 40 formasında. 10 vurulsun 40. 10'u 2 vurulsun 5 kimi yazıram. 40 ise 4 vurusunun formasında yaza bilərəm. Onu ayıraram 2 yerə. 2 vurulsun 5. 4'ü də yazarıq ki, 2 vurulsun 2. Ədədlər düzək. Nələr var? Yalnız 2 və 5. 2 vurulsun 5. 2'dən neçə ədəddir? 1, 2, 3 və 4. 2'dən 4 dənə. 5'dən isə 1, 2. 2 dənə. Bu da oldu düzülüşü. 400'ü də yazdıq. Düzgün formada yazılış qaydası budur. Baxaq 12-ci suala. Biraz məsələ həllinə baxaq. Keçək digər səhvəyə. Tərəflərin uzunluğu natural ədədlərlə ifadə olunan düzbucaqlığın sahəsi hansı halda sadə ədəd ola bilər? Bu düzbucaqlığın perimetri sadə yoxsa mürəkkəbdir? Tərəflərinin uzunluğu natural ədədlərlə göstərilir. Düzbucaqlığın sahəsi hansı halda sadə ola bilər? Sahə nədir? Baxın, düzbucaqlığını çəkirəm. Burada eni və uzunluğu, yəni A və B natural ədədlərdir. Mənə deyir sahə, yəni S-in düsturu nədir? A vurulsun B-yə bərabərdir. Hansı halda sadə ola bilər? Baxaq, məsələn, birini sadə ədədlər verək özümüzdən. Məsəl üçün, deyək bura 2, burada olsun 3. 2 dəfə 3-ün 6 edir. Bu mürəkkəb ədəddir. Məndə sadə olmaq üçün hökmən gələrəm yenə 1 verərəm. Uzunluğu isə hər hansı bir sadə ədədi verərəm. Məsələn 3. Çünki özünü vuranda onsuz da özü qalacaq. Bu zaman 1'i vuracaq 3'e bərabər olacaq 3'e. Sadə olur. Perimetrini tapan zaman ise aynen B'ni toplayıp 2'ye vurmalıyım. Yani ümumi 4 tarafı toplamalıyım. 3 burası 3 aşağıda. 1 burası 1 de burada. 3 3'ü topluyorum 6. 6'ın da üstüne 2 gelirim 1'den 1'i. Eləyər 8. Perimetri artıq mürəkkəbdir. Sahəsini sadə alan zaman perimetr mürəkkəb alınır. 13-cü suala baxaq. Səbni alır 120 ədədi sadə bölüklərə aparıb kimin cavabı doğrudur? Doğru olan axtarın. Səbnin 120'ni 2 vurulsun 62 yazıb. 60'a 2 vurulsun 30. 30 2 vurulsun 15. 15 3 5. Burada isə 2'dən 3'dən öldü. 3'dən düz yazılır. Digər tərəfdə 120'ni 2'ye bölüb 60 alıb. 60'ı 2'ye bölüb 30. 30'u promo 5'e bölə bilməz. Birinci ən kiçik sadə ədəd 2'ni yoxlamalısan. Sonra 3'ü alınmasa 5'e keçməliyik. Burada promo 5'e keçilib deyə bu qayda səhvdir. Tədbir zamanı 14'e baxarıq. Tədbir zamanı 91 kökəni boşqablara bərabər paylamaq istədilər. Ən azı neçə boşqab lazımdır? Baxıram görüm 91 neçəyə bölünür. 91'i boşqabın sayını tapmaq üçün, ən az boşqabın sayını tapmaq üçün köşələri ən çox bölməliyəm. 91 1'e bölünür. Ən az deyirsən, yoluna bir dənə boşqab götürərəm. 91'in içine yığarıq belə baxanda. Tədbir zamanı paylanan köşələri paylamaq üçün ən az neçə qab lazımdır? Amma burada paylanır, yəni qablara paylanılmalıdır. Bir dənə qab götürüb 91'in qoymamalıyım içine. 91 2'ye bölünmür. 3'e bölünmür, 4'e, 5'e, 6'ya bölünmür ama 7'ye bölünür. 91'i bölərəm 7'ye. Şöyle 13. Deyərəm 7 dənə qab lazımdır. Hər qabda 13 dənə kökə düşür. 15. Rəsm dərnəyində müəllim 55 qarandaşı şagirdlər arasında bərabər payladı. Neçə dənə şagird var? 1, 2, 3 dənə. 22 fırçanı bu uşaqlar arasında bərabər payladı. Hər uşağa neçə qarandaş və neçə fırça düşdü. Uşaqları bərabər paylayıb şəkildə göründüyü qədərinin 3 dənə şagird var. 55'i 3'e bölelim. Esas tam hissəni tapmalıyım.
5-cində 3 bir dəfə, 25-cində 3, 8 dəfə, 8 dəfə 3 eləyər, 24. Bir dənə qalıq qaldı. Bir dənə fırça qalıq qaldı. 18 dənə fırça paylanır. Hər uşaq 18 dənə karandaş düşdü. İndi fırçaya baxaq. 22-ni 3-ə bölərəm. Düşər 7 tam. Balığım qalar 1. Deməli, hər uşağa nə qədər fırça düşdü? 7 dənə. 18 dənə karandaş paylanıb hər uşağa, 7 dənə də fırça. Üç uşaq arasında bu formada bölüşdürülür. Parkda 6 nəfər var. Onların hər birinin yaşını ifadə edən sadə ədədlərdir. 5 nəfərin hər birinin ən kiçiyinə uyğun olaraq 2, 6, 8 yaş böyükdür. Ən kiçiyinə uyğun olaraq 2, 6, 8, 12, 14 yaş böyükdür. Parkdakı adamların ən kiçiyinin neçə yaşı var? 6 nəfər var parkda, 6 dənə uşaq var. Hər birinin yaşı sadədəndir. 5 nəfərin hər biri ən kiçiyindən. Ən kiçiyindən baxılır. 6 nəfərdir, bir dənə ən kiçiyi var. Hamısı da sadədəndir. Ən kiçiyinin yaşına 1 verirəm. Digər ondan 2 yaş böyükdürsə 3 yaş eləyir. Digər 6 yaş böyükdürsə 6 ilə 1 toplayaram 7 eləyir. 12 yaş böyükdürsə 12 ilə 1 toplayaram 13 eləyir. 14 yaş böyükdürsə 14 ilə 1 toplayaram 15 eləyir. Tək problem odur ki, 15 sadədəd deyil. Bu qaydada gedəndə 1 verəndə rahatlıqla tapmaq olur. Amma 14-ün üstünə 1 gələndə 15 eləyir. 15 sadədəd olmur. Gəlin başqa bir variant yoxlayaq. Yazaq 2. 2 ilə 2-ni toplayanda 4 olur. Bu da olmadı. 3 yazsaq. 3 ilə 2-ni toplayanda 5, amma 3 ilə 6-ni toplayanda 9 eləyir. Alıblar. Yaza bilərik, məsələn, uşağa kiçik, uşağa yenə də sadə ədəd verməliyik. 3 olmadı. 5 olsa 7, 11, 13, 17, 19, 5 ola bilər. Kiçik uşağa verirəm yaşını 5. 2 yaş böyükdürsə 5-in üstünə 2 gələrəm 7. İkinci uşaq oldu 7. 6 yaş böyükdürsə 5-in üstünə 6 gələrəm olar 11. 8 yaş böyükdür, 8-in üstünə 5 gələrəm, o bir uşaq oldu 13. 12 yaş böyükdür, 12-in üstünə 5 gələrəm 17. Digər isə 14 yaş böyükdür, 14-ün üstünə 5 gələrəm 19. Hamısının yaşları sadədə oldu, tam şərtdə dediyi kimi. Mənə ən kiçiyinin yaşını soruşur, ən kiçiyinin yaşı 5-dir. İnsan qaydadır. Aha, Ekobabının qaydası da. Ekobabının tapılması qaydası verilir burada. Ən böyük ortaq bölünən EBOB-un qaydasıdır. Altda isə çalışmalar. Çalışmalara bərabər baxaq. Buradan üzərində də izahlar verim. Birinci çalışmamıza baxırıq. Verilmiş ədədin səhvəyə baxın. 17-ci səhvədir. Verilmiş sadə vuruqlar ədədləri sadə vuruqlara ayırmaqla onların ən böyüyünü ortaq böləni tapın. Yəni EBOB-unu tapın. Dənəsini verib biz onun nömrə olaraq bu da açıqlamasıdır. Baxaq, A variantından başlayaq. 24 sadə vuruqlarına ayırıram. 24 2-yə böldür. 12, 12 2-yə böldür. 6, 6-nı 2-yə bölürəm. 3, 3-ü də 3-ə bölürəm bir dəfə. Daha sonra 30 sadə vuruqlarına ayırıram. 30-u 2-yə bölürəm. 15, 15-i 3-ə bölürəm. 5, 5-i də 5-ə bölürəm bir dəfə. İndi məndən EBOB istəyir. EBOB zamanı eyni olanlara baxacam. Eyni olanlar hər ikisində 2 var, ortaq olanlar. Bir də hər ikisində 3 var. Eyni olanları, ortaq olanları bir-birinə vuracam. 2-ni vuracam 3-ə. 2 vurursun 3 bərabərdə 6. Deməli, EBOB 6-ya bərabər imiş. B variantına baxaq. 20 ilə 70-in sadə vuruqlarını tapıram. 20-ni sadə vuruqlarına ayırıram. 20-ni 2-yə bölürəm. 10, 10-u 2-yə bölürəm. 5, 5-i də 5-ə bölürəm bir dəfə. Daha sonra 70-i sadə vuruqlarına ayırıram. 70-i 2-yə bölürəm. 35, 35-i 5-ə bölürəm 7 dəfə. 7 dəfə də 7, 1. Hər ikisində eyni olan ortaq olanlar 2-lər və 5-lərdir.
İndi içinde 5'e birini vurmazdım. Sadece karşılıklı vurmağa ihtiyaç yoktu. Birinin içine baktım. 2 ve 5. Eyni olanlar 2 ve 5 de 2 ve 5'i birbirine vururam. Cevap olur 10. C variantına baxırıq. 28-dən 40. 28-i sayda qruplarına ayırıram. 2'ye bölürəm. Düşür 14. 14'ü 2'ye bölürəm. 12. 12'ni 2'ye bölürəm. 6. 6'nı 2'ye böldük. 3. 3 de 3'ün bir dəfə. Bu oldu 28'in sayda qrupları. 40'ı sayda qruplarına ayıraq. 40'ı 2'ye bölürəm. 20. 20'ni 2'ye bölürəm. 10. 10'u 2'ye bölürəm. 5. 5'i de 5'e bölürəm. Bir dəfə. Her ikisinde yine olan. Bu ikiler eynidir. İkiler eynidir. Yani ikiler ortaktır. Burada 2'nin hiç burada yoktu. 5 de yoktu. Eyni olan üstten 2'de. Asıl tapıram. O da 8. 144'ten 48. 144'ü sağda gruplarına ayırıram. 2'ye bölürəm. Edir 72. 2'ye böləcəm 36. 2'ye böləcəm 18. 18'i 2'ye bölürəm. 9. 9'u da 3'e bölürəm. 3 dəfədə 3'ün 1. Bu formada yazdım. Daha sonra 48'i sayda gruplarına ayırırıq. 48'i 2'ye bölürəm. 24. 24'ü 2'ye bölürəm. 12. 12'ni 2'ye bölürəm. 6. 6'nı 2'ye bölürəm. 3. 3 dəfədə 3'ün 1. Eyni olan 2'lər. Bu 2'lər də eynidir. Daha sonra burada 2'den 2 var. Burada da var. Bunlar da daireye alıram. Ve 3'lər də eyni. Deməli, bunların hamısı eyni ise bir-birinə vuraram. Bir-birinə vuranda da 48 alaram. İlk cavabım olar 48. Bunu bu formada tapa bilərsiniz. Bir də deyirsiniz ki, ən sayda qaydadan 144 onsuz da 48'e bölünür. 144'ü 48'e bölündə neçə dəfə düşür? 3 dəfə. Tam bölünürsə, əbob zamanı ən kiçiyi götürürəm. Yəni 48'e. Əkob istəsəydi 144'ü götürərdik. Əbob 44'dən 50. 44 sayda bölüklərine ayırıram. 2'ye bölürəm. 22. 11 sadədə 11'e böldüm bir dəfə. Eyni qaydada 50'nin də sayda bölüklərine ayırıram. 50'ni 2'ye bölürəm. Düşür 25. 25'i 5'e bölürəm. Düşür 5. 5'i de 5'e böləndə bir dəfə. Bu da 50'nin sayda bölükləri. Hər ikisində eyni olan yalnız 2'dir. Başqa heç bir ortağı yoxdur. Deməli, bunların əbəbi 2'ye bərabərdir. 75 ilə 45'e baxıram. 75'i 3'e bölerim. Düşer 25. 25'i 5'e böləndə 5 dəfə. 5 dəfədə 5'in 1. 45'i sayda bölüklərine ayırıram. 45'i 3'e bölərəm. 15. 15'i 3'e bölərəm. 5. 5 dəfədə 5'in 1. Hər ikisində eyni olanlar 3'lər və 5'lərdir. 3 ilə 5'e vuracağım. Cavab eləyəcək 15. 64'den 84'e baxaq. 64 84 sayda qruplarına ayırıram. 64 2'ye bölündü 32. 32'ni 2'ye bölürəm 16. 16'nı 2'ye bölürəm 8. 8 2'ye 4 dəfə. 4 dəfədə 2. 2. 2'ni də 2'ye bölürəm 1. 64 sayda qruplarına ayırdım. İndi eyni qaydada 84'də yazaq. 84 bölünsün 2. Eləyəcək 42. 42'ni 2'ye böləndə 21. 21'i 3'e bölürəm 7. 7 dəfədə 7'in 1. Eyni olanlar nələrdir? 2'lər eynidir. 2 dənə 2 var. Bu 3 bu tərəfdə yoxdur. 7 də yoxdur. Fərqli bu 2'lər də burada yoxdur. Eyni olan 2 dənə 2'dir. 2 vurulsun 2. O da bərabər nəyin? 4'ə. Baxaq ikinci suala. Bir də şifahi həllini istəyir. Ondan 80. Rahat formada tapa biləcəksiniz. 80 ona bölünür. Düşür 8 dəfə. Yəni tam bölünür.
Əgər tam bölünürsə mötərizə içərisindəki verilən ədədlər əbab zamanı kiçik olanı götürürəm, yəni 10-u. Buranın əbabı olacaq 10. 18 72 4 dəfə düşür böləndə tam bölünür. Əbab zamanı kiçik olanı götürəcəm 18. Əkobu tap desəydi 72 yazardı. 120-yə bölünür düşür 5 dəfə, əbabını tapan zaman kiçiyi götürürəm, yəni 20-ni. 75 25-ə bölünür düşür 3 dəfə, əbab zamanı yenə kiçik olanı götürürəm, 25. 135-i 45-ə tam bölünür düşür 3 dəfə, əbab zamanı yenə kiçik olanı götürürəm 45. Əbab zamanı mötərizə içərisindəki ədədlər bir-birinə bölünürsə, hər zaman əbabda kiçik olanı, əkobda böyük olanı götürürük. 130 26-ya bölünür düşür 5 dəfə, əbabda götürürəm kiçik 26. 90 18-ə tam bölünür, əbab olur 18. 192-də tam bölünür, əbab olur 32. Bərabərin doğru olması üçün dəyişənin bir neçə qiymətini tapın. Əbabdan 30 çıxıbsa, bir neçə qiymət yazmalıyamsa yerinə. Mötərizə içərisindəki ədədlər bir-birinə bölünməlidir və mən kiçik olanı götürmüş olmalıyam. Deməli, burada bölünmək üçün məsələn 60 ola bilər. 60 30-a bölünür və kiçik olanı 30-u götürmüşəm. Başqa nə bölünür? 30-un qatlarını yazarsınız. Elə ki, 30-un üstünə 30 gələrsən 60. Üstünə yenə 30 gələrsən 90. Üstünə 30 gələrsən 120. Yenə 30 gələrsən 150. Bu formada da rahatlıqla yazmaq olur. İndi burada 20-ni götürübsə 20-nin qatlarını yazsan. 20-nin üstünə 20 gələndə 40. Üstünə 20 gəlsən 60, 80 və 100. Eyni qaydada burada da eyni şeydir. 40, 60, 80, 100'ü də eyni qaydada burada yazırıq. Eyni ədəddir. Verilmiş ədədləri sayda qruplara ayırmaqla onların ən böyük ortaq bölənini tapın. Əbabın normal sayda qruplarına ayırıb, bunların əbabını tapın. Üçündə də eyni olan. A variantına baxaq. 20-nin sayda qrupları. 20-ni 2-yə bölərəm, düşər 10. 10-u 2-yə bölərəm, düşər 5. 45. 45-i 3-ə bölərəm, düşər 15. 15-i 3-ə bölərəm 5. 5-i 5-ə bölərəm 5. 65. 65-i 3-ə bölə bilmərəm. 3-ə bölündü. 5-ə bölərəm. Düşər 13. 13-ü sadə olduğu kimi yazarım. Bunların əbabı nəyə bərabərdir? Hər üçündə eyni olan. Yəni 5-ə. Əbab oldu 5. İkinciyə baxıram. 54. 54 bərabərdir. Bu da 2 yaz. Bircə saniyə. 54. 2-yə bölərəm. Düşər 27. 27-ni 3-ə bölərəm. Düşər 9. 9-u 3-ə bölərəm. 3. 3-ü də 3-ə bölərəm bir dəfə. 72. 2-yə bölərəm. Düşər 36. 36-nı 2-yə bölərəm 18. 18-i 2-yə bölərəm 9. 3-ə bölərəm. 3-ü də 3-ə bölərəm bir dəfə. 90. 90-ı 2-yə bölərəm 45. 45-i 3-ə bölərəm 15. 15-i 3-ə bölərəm 5. 5 də 5-in bir dəfə. Hər ikisində uyum olanlar nə oldu? Burada da 2-dən 3 var. Burada da 2-dən 3 var. Burada da. Bir dəfə nə var? Bircə saniyə. Burada da 2 var. Burada da 2 var. Burada da 2 var. İndi vuracağım. 2-ni 3-ə vuracağım. 6. 6-nı da 3-ə vuranda 18. Deməli bunların əbəbi nə oldu? 18. S-ni yazaq eyni qaydadan. 28. 2-yə bölərəm. 20. 28-ə 2-yə bölərəm. 14. 14-ü 2-yə bölərəm. 7. 7 dəfə də 7-in 1. 42. 2-yə bölərəm 21. 21 3-ə bölərəm 7. 7 dəfə də 7-in 1. 70. 2-yə bölərəm 35. 35-i 5-ə bölərəm 7. 7-ni də 7-yə bölərəm 1. Hamısında eyni olanlar nə oldu? Burada hamısında eyni 7'lər var. Bir də hamısında eyni 2'lər var. 2 dəfə də 7-ni neçə edəcək? 14. Eyni qayda digərlərini yazaq 30. 2-yə bölərəm 15. 15-i 3-ə bölərəm 5. 45. 3-ə bölərəm 15. 15-i 3-ə bölərəm 5. 75. 75-i 5-ə bölərəm, 3-ə bölünür, 3-ə bölünür. 25, 25-i 5-ə bölərəm, 5-i də 5-ə bölərəm.
Hamısının eyni olanda 3 və 5 oldu. 3 dəfə də 5-in 15. Daha sonra digərinə baxaq. 32. 32-ni 2-yə bölərəm. Düşər 16. 16-nı 2-yə bölərəm 8. 8-i 2-yə bölərəm 4. 4-ü 2-yə bölərəm 2. 2-ni də 2-yə bölərəm 1 dəfə. 48. 2-yə bölərəm. 48-i 2-yə böləndə 24. 24-ü 2-yə bölərəm 12. 12-ni 2-yə bölərəm 6. 6-nı 2-yə bölərəm 3. 3 dəfə də 3-ün 1. 80. 2'ye bölərəm 40, 40'ı 2'ye bölərəm 20, 20'ni 2'ye bölərəm 10, 10'u 2'ye bölərəm 5, 5 dəfə də 5'in 1. Hamısında eyni olan 4'dən 2'dir. Burada da 4'dən 2 var, burada da, burada da. 4'dən də 2'ni bir-birinə vuranda edir 16. Axırıncında yazaq həmin sualda 52. 2'ye bölərəm eləyər 26. 26'nı 2'ye bölərəm 13, 13 da sadədədir. 13 olaraq yazıram. 78. 2'ye bölərəm. Düşər neçə? 39. 39'a sadədətdə 39 olaraq saxlayarım. 104. 2'ye bölərəm. Düşər 52. 52'ni 2'ye bölərəm. Düşər 26. 26'nı 2'ye bölərəm. Var 13. Hamısında eyni olan nədir? Yalnız bir dənə 2. Deməli, bundan da bu nəyə bərabərdir? 2'ye bərabərdir. A və B ədədləri sadə qruplara ayrılışının əsasən ən böyük orta böləni tapın. ƏBB tapın. Burada AB ədədində 3'ün kvadratı, 5'in kvadratı, 7'nin kvadratı. 3 burada var, bu tərəfdə heç 3 yoxdur, 3 silirəm. Burada 7 var, bu tərəfdə 7 yoxdur. Burada qalıb bir dənə 5. Bu 2 digər tərəfdə yoxdur. Bu 11 digər tərəfdə yoxdur. 5 üstü 1, 5 üstü 2. Kiçik olanı götürdük. Yəni 5 üstü 1. Bu da elə 5'ə bərabərdir. Bura baxıram. 2'lər var. 3'lər də var. 5'lər də var. Yeni ən kiçiyini götürəcəm. 2'nin kvadratı 2'nin kubu. Ən kiçiyi hansıdır? 2'nin kvadratı. Yəni 2'ni 2'yə vurub 4. 2'nin kvadratı 4. Buramı 4'ü yazaq. 3 üstü 1, 3 üstü 1. Bir də 3'ü götürürük. 3 üstü 1, 3 deməkdir. 5'in kvadratı 5 üstü 1. Kiçik olanı götürəcəm. Yəni 5 üstü 1. O da 5 deməkdir. 4 dəfə üçün 12, 12'ni də 5'ə vururam 60. Onu da əbəb elədi 60.